Baxın, hikmətli kəlamlardandır ki, etdiyin pislikləri unutma. Sənə edilən pislikləri unut. Etdiyin yaxşılıqları unut, sənə edilən yaxşılıqları unutma. Bu ünvanla, bu missiya ilə bir mömin həyatını sürərsə, həm şeytan onu aldada bilməz, çünki etdiyi pisliyi unutmur. Daima onun gözünün önündə ki, bəlkə Allah, bəlkə mən buna görə cəhənnəmə girəcəm. Diqqət elə həyatına. Ona edilən pisliyi unudar ki, bu nəyin qarşılanmış olar? Qarşıdayına kim bəsləməyin qarşısını alar? Düşmançılığın qarşısını alar. Və bir də Allaha həval edir ki, ən üstündə odur. Özünün etdiyi əməli də əlbəttə ki, məlumdur. Çünki insana daima rahat olacaq. Mən bunu eləmişəm, bəsdir. Mənim heç bir şeyim olmasa da mən ildə bunu eləyənəm, nə bilim, yaxşı əməllərim var. Nə olsun ki, namazım yoxdur. Və yaxud da ki, nə olsun ki, oruç tutmam. Heç kimdən mənim əlimdən incimir, heç kimi incitmirəm, aldatmıram. Yəni, özünü rahatlatmaya çalışır. Əlbəttə ki, Allah ədalətlidir. Fəmən ya'məl misqalə zərrətin xayrən yərə. İman etmiş elhamdülillah. Amma bir mömin, bir müsəlman dediyimiz şəxs bu kimi əməllərdən özünü rahatlatmaya çalışdığı zaman nə olar? Xüsrana uğramış olar. Çünki nə qədər həyat varsa, aldığımız nəfəsin, aldığımız hər dəqiqələrin hesabını verəcəyik. Unutmamaq lazımdır.